Deyirlər ki, Azərbaycanda niyə uşaq pulu verilmir? Kim deyir ki, uşaq pulu verilmir? Azərbaycanda çox ciddi uşaq pulu verilir. Amma kimə verilir? Nazir balalarına, icra başçı balalarına, hamısı əla uşaq pulu necə olur? Vertolyotları var, villaları var, maşınları var. Heydər Əsədovun oğlu keçmiş Kənd Təsərrüfatı naziri buradan maşını təyyarəyə qoyur ki, Londonda maşın sürəcək. Nə bilim, İsmət Abbasovun oğlanları, Ziya Məmmədovun, Əli Həsənovun oğlu vardı, baş bir özü hamısı da çox belə şey. Şizofreniya. Bəli, Azərbaycan büdcəsi ilə uşaq puluna gedib də, ha? Bunda bir bilsiniz, nə bir hesabatı var, icra başçısı tutulur. İcra başçısını hər il yoxlayan Maliyyə Naziri məsuliyyətdə kənarda qalır. Hər il Hesablama Palatası yoxlayıb. Hər il Maliyyə Naziri yoxlayıb. Ərazi İzlətmə şöbəsi Nağdəliyev güya bunun kuratorudur. Heç kim məsuliyyət daşımır. Necə icra başçısı o 8 il, 15 il fəaliyyətdə olub. Bunun axı prezidentə bunun 10 nəfər məlumatını verir də. O həmin rayon haqqında kuratoru var, Maliyyə Naziri var, Hesablama Palatası var, oradakı hüquq mühafizə orqanları var. Niyə heç kim məsuliyyət daşımır?